Bismillahirrahmanirrahim ve bihi nesta'in. Allahümme qarribni fihi ila mardatik ve cennibni fihi min sakhatike ve neqimatik ve veffiqni fihi li qiraati ayatik bi rahmetike ya erhamer rahimin. Amin ya Rabbel alemin. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə sübhün bu çağında Allah evinə ibadətə, dua etməyə gələn hər kəsə və sübhün bu çağında ölkəmizin dilbər güşələrindən və ölkə hüdudlarından kənarda bizi izləyən, səsimizi eşidən hər kəsə Allahın salamı olsun inşallah. Möhtərəm müsəlmanlar, əziz möminlər, Rəbbimizə bir daha sonsuz həmdlər, sənalar olsun ki, mübarək ayın mübarək sübhündə və mübarək günündə, mübarək bir məkanda, bunlar hamısı bərəkətlidir. Ay bərəkətli, sübhün bıçağı bərəkətli, Allahın evində olmaq bir bərəkət və özəlliklə cümə günüdür. Bu da bərəkətə bir əlavə. Bir sözlə ilahi bərəkətlərin üst-üstə gəldiyi, üst-üstə düşdüyü bir gündə bizi bir daha qovuşduran Rəbbimizə sonsuz həmdlər, sənalar olsun. Doğrudan da aləmlərin Rəbbi olan Allahımıza biz nə qədər çox sağ ol desək, şükür etsək, yenə də azdır. Bugün mübarək ayın ikinci sübhünü yaşayırıq. Allah sona qədər bu feyizdən faydalanmağı hər birimizə nəsib eləsin. Bugün həm də günorta cümə xütbəsi var deyə biz elə duanın barəsində qısaca danışıb, dua edib, inşallah ki, hər kəs öz işinin davamı ilə, ardı ilə. Allahümme qarribni fihi ila marzatik. Buyurur ilahi, bugün məni sənin razı olduğun işlərə, məndən razı qalacağın işlərə yaxın et. Yəni, görəcəyim işlər, edəcəyim işlər sənin razılığı əldə etməyimə, sənin razılığı qazanmağıma səbəb olan işlərdən olsun. Bu dua doğrudan da çox önəmlidir. Biz bu fani həyatda, fani dünyada çalışırıq ki, insanların bizdən xoşu gəlsin. Elə söz deyəsən, elə hərəkət eləyəsən, yəni bir sözlə insanların yaddaşında yaxşı insan kimi qalmaq üçün çalışırıq. Amma həqiqi insanlar, o Allah üçün belə deyə yaşayan insanlar cəmaatın razılığını yox, Allahın razılığını qazanmağa çalışıb. Loğman həkim bir gün oğluna deyir ki, oğlum, çalışma xəlq səndən razı qalsın, çalış xaliq səndən, yaradan Allah razı qalsın. Mühüm olan Allahın razılığını qazanmaqdır. Bilirsiniz niyə? Bəzi elə situasiya yaranır ki, orada sən xalqın razılığını əldə etmək üçün Allahın narazılığına səbəb olursan. Onun razılığını, cəmaatın razılığını qazanmaq üçün Allahın qəzəbinə səbəb olursan. O biraz iman qəvi istəyir, möhkəm iman istəyir ki, insan Allahın razılığını əldə eləsin. Hədislərdə var, bir nəfər Peyğəmbər Salavatullahın dövründə Məscid-ün Nəbidə Peyğəmbər Salavatullah xütbə edəndə yaxınlaşır, deyir, ya Rasulallah, mən uzaq yerdən gəlmişəm ki, məni dua edəsən. Peyğəmbər Salavatullah buyurur ki, Allah səndən razı olsun, Allah səndən razı qalsın. Bu biraz keçəndən sonra dözmür, ikinci dəfə Peyğəmbər Salavatıllaha deyir, ya Rasulallah,
məni dua elə. Peyğəmbər sallallahu ikinci dəfə deyir, Allah səndən razı qalsın. Biraz kəm hövsələ olur, dözənmir, üçüncü dəfə deyir, ya Rasulallah, mən uzaq yerdən gəlmişəm. Gəlmişəm ki, məni dua edəsən. Peyğəmbər sallallahu təbəssüm edərək üçüncü dəfə yenə buyurur ki, Allah səndən razı qalsın. Və davamıyla buyurur ki, istəmirsən cənnətə gedəsən, istəmirsən behişdə əhl olasan. Deyir, niyə istəmirəm? Deyir, mən də ən gözəl duanı etdim. Allah səndən razı qalsın. Yəni, əgər Allah bir bəndəsindən razı qalarsa, o bəndə cənnət əhli olar, behişdə əhli olar. Və mən də sənin behişdə getməyin üçün, cənnət əhli olmağın üçün bir dua etdim. Ona görə bu bizim dilimizdə gözəl yanaşmalardandır ki, biri bir söz deyəndə, bir əməl eləyəndə deyir, Allah səndən razı olsun, Allah səndən razı qalsın. Raziyətən mərziyyə. Bir məqam var ki, əxlaq elmində buna rızayətullah deyirlər. Allahın razılığını qazanmaq, Allahın razılığını əldə etmək. Bu rızayətullah məqamına insan yetişəndə raziyətən mərziyyə. Deyirlər ki, Allah da insandan razı qalır, insan da Allahdan razı qalır. Bir məqama çatırsan ki, Allahdan olan hər bir şeyə təslim olursan və təslimiyyəti ilə sən Allahın bütün etdiklərinin qəza və qədərinə razı olursan. O nöqteyi nəzərdən günümüzün ilk duasında buyurur, Allahümə qarribni fihi ilə mərzatik. Allahım, məni bugün razı olduğun əməllərə yaxın et. Hansı əməllərdən ki, sən razısan, onları edim. وَجَنِّبْنِي فِيهِ مِنْ سَخَتِكَ وَنَقِمَاتِكَ. Allahım, bugün məni sənin qəzəbinə və o əməl ki etsəm əzabıma səbəb olar, məni o əməllərdən uzaq et. Bu çox mühümdür. Kimin əvvəli, kimin axırı? Biz Peyğəmbər sallallahu çevrəsində tarixdə baxırıq, bəzi səhabələr Peyğəmbər sallallahu sağlığında yanında olur, amma dünyasını rəhlət edəndən sonra, dəyişəndən sonra bəziləri yolunu başqa istiqamətə yönəldir. Ona görə axır an mühümdür. Hər anımız Allah razılığı ilə olsun deyə daima biz Allahı zikr eləməliyik, Allahı yad etməliyik. وَجَنِّبْنِي فِيهِ مِنْ سَخَتِكَ وَنَقِمَاتِكَ. Allahım, bugün məni öz qəzəb və əzabından uzaqlaşdır. Qəzəbinə və əzabına səbəb olacaq nə bir söz danışım, nə bir hərəkət edim. وَوَفِّقْنِي فِيهِ لِقِرَاءَةِ آيَاتِكَ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ. Ey mənim Allahım, bugün məni Qur'an ayələrini oxumağa, tilavət etməyə müvəffəq etsinən. Yəni, mənə nəsib et ki, gün ərzində Qur'anı əlimə alım, açım, Qur'an oxuyayım, onun barəsində tədəbbür edim. Qur'an Allahın kəlamıdır. Allah kəlamının bəşər kəlamına olan nisbətində rəvayətlərdə keçir ki, Allahın xaliqin məxluqa olan nisbəti necədirsə, Allah kəlamının da elə bəşər kəlamına olan nisbəti o cürdür. Və uluvvul Qur'anə alə qeyrihi minəl kəlimat mislə qələbətillah aləl məxluqatilləti xələqəhə. Qur'anın bizim bəşər kəlamına olan nisbəti Allahın öz yaratdıqlarına olan üstünlük nisbəti kimidir. Necə Allah məxluqatdan alidir, Allahın kəlamı da məxluqatın, yaranmışların kəlamından alidir. Və bu ay
Qur'an ayı olduğundan, Qur'anın nazil olduğu ay olduğuna görə çalışağın Qur'an-ı Kərimdən gün ərzi nə qədər oxuma imkanımız varsa, Qur'anımızı oxuyaq. Allah Teala bu ayda digər aylara nisbətdə Qur'an-ı Kərimdən bir ayəni digər aylarda bir Qur'an xətm etməyə bərabər tutmuş savabı nöqteyi nəzərdən. Günün duasında 3 mühüm dua etdik. Allahım, məni razı olduğun əməllərə yaxın et, əzabına və qəzəbinə səbəb olacaq işləri görməkdən məni uzaq et və sənin Qur'anın, səmavi kitabın olan Qur'an-ı Kərimin ayələrini oxumağı mənə müvəffəq etkinən. Amin. Ya Rəbbəl aləmin. Allah etdiyimiz duaları, qıldığımız namazları, tutduğumuz orucları ali dərəcədə qəbul eləsin inşallah. Sübhün bu çağında, yuxunun şirin vaxtında durub Allah evinə gələn hər kəsin Allah hacət və mətləblərin rəva eləsin. Allah sayımızı günü-gündən artırsın. Allah bu neyməti əlimizdən, bu neyməti üzmanı əlimizdən almasın. Son nəfəsimizə dək Qur'an və Əhl-i Beytlə yaşayıb, Qur'an və Əhl-i Beytlə dünyasını dəyişməyi hər birimizə nəsib eləsin. Allah cümlə şəhidlərimizə rəhmət eləsin. Atalarına, analarına səbr-i əyyubi kəramət eləsin. Allah qazilərimizə acil şifa mərhəmət eləsin. Vətənimizin keşiyində, qulluğunda duran cavan qardaşlarımızı, igid, cəsur balalarımızı Allah öz amanında saxlasın. Allahım, qəlbimizdən iman nurunu bir göz qırpımı belə alma genən. Bugün cümə günüdür, ağamız İmam-ı Zamanın günüdür. Allah zamanı imamımızın zuhurunda təcil etkinən. Məriz-i mərizələrimizə acil şifa inayət etkinən. İltiması dua edənlər, müşkili, hacəti olanların hacətlərin rəva etkinən. Etdiyimiz duaların qəbuluna Muhammed və Ali Muhammedə sələvat-ı şidə. Ala Muhammed. Bismillahirrahmanirrahim. Allahümme kulli veliyyekel Haccet ibnil Hasan salavatüke aleyhi ve ala abai fi hazi sa'a ve fi kulli sa'a veliyen ve hafizan ve gaiden ve nasıra ve delilen ve ina hatta tuskinehu ardaka ta'a ve tümetti'ahu fiha tevila birahmetike ya erhamer rahimin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Esselamu aleyke ya Resulallah. Esselamu aleyke ya Nebiyyallah. Esselamu aleyke ya emine vahiyillah. Esselamu aleyke ya Muhammed ibn Abdillah. Esselamu aleyke ya emirel mu'minin ya Ali ibn Abi Talib. Esselamu aleyke ya Fatimetuz Zahra seyyidetun nisa'il alemin. Esselamu aleykuma ya seyyidi şebabi ehlil cenneh.
الحسن والحسين السلام على الحسين وعلى علي بن الحسين وعلى أصحاب الحسين الذين بذلوا محجهم دون الحسين عليه السلام. السلام عليك يا مولانا يا صاحب العصر والزمان. السلام عليك يا شريك القرآن. السلام عليك يا قاطع البرهان. السلام عليك يا بقية الله. السلام عليك يا حجة الله. السلام عليك يا نور الله. السلام عليك يا عين الله. السلام عليك يا إمام الإنس والجان. عجل الله تعالى فرجا وسهل الله تعالى مخرجا وهلك الله تعالى أعداء النبي المتلى وآله وبالفاتحة مع الصلوات. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين الرحمن الرحيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. اللهم صل على محمد. الله صل على محمد وآل محمد. جميع خاصة نازل شفاعت خالصان وتري سلامات işleriye. Allahümme salli ala Muhammed ve ali Muhammed. Aksarlarımızın salamatçılığına xatir salavat işleriye. Allahümme salli ala Qazilərimizin salamatçılığına xatir, şəfaat tapmalarına xatir salavat işleriye. Sürücülərimizin salamatçılığına xatir salavat işleriye. Allah rızasız. Allah arasında olan ailələrinin olmasından ötəri salavat işleriye. Dini İslamın qüvvətlənməsinə, din düşmanlarının məhv nabız olub aradan getmələrinə salavat işleriye. Necəsən? Və ali İltiması dua edənlərimiz var, xəstəsi olan, müşkülü olan, sıkıntısı olan, həll rəva olmasına salavat zikr edəyək. Allahümme salli ala Muhammed və ali Muhammed. Hazır rəhbəri ilədik, cəmaat namazı qıldıq, gözəl müzəfə ilə könlümüzü oxşadı, Allah ondan razı olsun. Özünün ailəsinin salamatçılığına xatir, valideynlərinin salamatçılığına xatir, ömrünün, elminin daha da bərəkətli olmasından ötəri və dünyasını dəyişmiş ata-babalarının, əmvatlarının istirahəti ruhuna xatir salavat zikr edəyək. Allahümme salli ala Muhammed və ali Muhammed. Özlərimizin, ailələrimizin salamatçılığına xatir və dünyasını dəyişən əmvatlarımıza xatir salavat zikr edəyək. Allahümme salli ala Muhammed və ali Muhammed. Allah
qəbul edəsin. Kərbəlayı qardaşımız zəhmət çəkdiyi salavatlar, dualar oxudu. Özünün ailəsinin səlamətçiliyinə salavat zikr edər. Allahümmə səllə ala Muhamməd, ali Muhamməd. Allah qəbul eləsin, Allah kömək